İsmailli rayon ərazisində 2 hektar yarım ərazidə belə bir fermamız satılır. Ora girişdə transformatoru, belə geniş bir ərazisi. Burada su anbarıdır. Bu yer. Giririk fermanın içinə. Sonra fermanın evində çəkəcək. Fermanın çöldən görüntüsü budur. Geniş fermadır. Burada generatoru, bütün kanal xəttləri var. Bura ferman girişində bir otağı. Ve ferman girişi bu formada. Bura ferman girişində ikinci otaq. Əşyalar yığılıb. İçindəki avadanlıqla falan hamısı bir yerdə satılır. Və beləncə geniş fermadır. Biri. Kavutları, nəvim. Su qabları zaten hamısı öz qaydasında. Burada təzədən su çəni, siqnalizasiyası. Bura ambarı. Yəni içindəki əşyalarla, avadanlıqlarla bir yerdə. Çayın qırağında o hissədən çay keçir. Ben kesim ora. Yəni ətrafda əkin sahələrdə ancaq. Burada təzədən su çəni. Kaçiqarı. Həyətində nə varsa hamısını tam şəkildə çəkeyim, sonra girək fermanın evinə. Ki evdə qəşəng ideal vəziyyətdədir. Ha. Eyvah. Çayın qırağı. Burada da belə bir navesi, yonca sahəsi fermiyə məxsus. Daha çox da tərəflərə getmirəm, yanınıza da. Buradan da gedək girək evimə. Evin içine. Qəşəng qarlı havada isti ferma. Çıxıb satışa. Aha. Burada evimizin padvağı. Ve buradan da giririk evin içine. Bura sanitar qovşağı. Burada mətbəx. Soyuducu, paltar yanı. Dört gözlüsü, her şey. Bura
Salı. Burada da yatak otağı. Bu formada 2 hektar yarımda güzel bir fermamız satışa çıkarılıb. Her bir şəraiti var. Yemlikdən, nə bilim, bütün nə avadanlığı varsa fermaya ait hamısı.